Mingəçevir şəhərində icra hakimiyyəti ilə bağlı narazılıqların artması fonunda İlham İsmayılovun fəaliyyətinə dair irəli sürülən ittihamlar yerli ictimai müzakirələri daha da gücləndirib. Yeniçağaza daxil olan məlumata görə sakinlər mövcud rəhbərliyin vəzifədən azad edilməsinin regionun inkişafı üçün vacib olduğunu bildirirlər. Məlumatda qeyd olunur ki, Mingəçevirdə bir sıra qəzalı binaların aşağı mərtəbələri qeyri-yaşayış sahəsinə çevrilib və bunun İsmayılovun yaxın çevrəsinin iştirakı ilə həyata keçirildiyi iddia olunur. Şəhərin yaşıllıq fonduna ziyan vurulması, o cümlədən qırmızı kitaba düşən ağacların kəsilməsi də narazılığın əsas səbəbləri sırasındadır. Yaşıllığın yerində müxtəlif obyektlərin tikilməsi şəhər sakinləri tərəfindən ciddi etirazla qarşılanır və bu addımların icra başçısının xeyir duası ilə həyata keçirildiyi bildirilir. Şəhərin ekoloji durumunun pisləşməsi, ağacların məhv edilməsi və baxımsızlıq Mingəçevirə ekoloji kabus yaşatdığı kimi qiymətləndirilir. Sakinlər bildirir ki, İlham İsmayılov sabiq Nəqliyyat naziri Ziya Məmmədovun icra hakimiyyəti sistemindəki son adamı kimi tanınır və həmin dairələrin dəstəyi ilə vəzifəyə gətirilib. Məlumata görə İsmayılov əvvəllər Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Aran Regional İnkişaf Şöbəsinin müdiri, daha sonra isə Mingəçevir şəhər icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Ziya Məmmədovun hakimiyyət strukturlarından uzaqlaşdırılmasından sonra isə İsmayılov prezident administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin xeyir duası ilə icra başçısı postuna təyin edilib. Məlumatlarda həmçinin bildirilir ki, deputat Aydın Mirzəzadənin də bu təyinatda xüsusi rolu olub və bu səbəbdən son iki parlament seçkisində icra başçısının deputatın siyasi yolunun təmizlənməsi üçün ciddi cəmfəşanlıq göstərdiyi iddia olunur. Bu məlumatlar ictimaiyyət arasında geniş rezonans yaratmağa davam edir və Mingəçevir sakinləri baş verənlərlə bağlı rəsmi qurumlardan izahat gözləyirlər. Qeyd edək ki, məlumatın mənbəyi Yeniçağaz saytıdır.